biz firqələrdə, yəni sufilikdə, yəni qalmışıq, sufi təriqətində qalmışıq və keçən dərslərdə artıq yəni 3-4 dərsdə biz sufilər haqqında, onların ticani qolu haqqında, onların yəni ibadətləri, onların necə deyərlər, müridlərin şərtləri, hansı xəlvətləri və s. növlərindən danışmışıq və bugün isə biz qalmışıq demək olar ki, onların yəni azınlıqları, yəni sufi cəmaatının, sufi firqəsinin yəni azınlıqları və ümumiyyətlə şək yoxdur ki, yəni onların yəni azınlıqları çoxdur, azlıqları, əməllər çoxdur. Çünki yəni onlar elə bir firqədirlər ki, artıq yəni İslamın qoyduğu yəni mənhəcdən qıradırlar. Çünki onlar bəzi etiqadlar var ki, hansı o etiqadlar artıq yəni Quran-Kərimin və ümumiyyətlə İslamın əsaslarına ziddir. Çünki özlərinin şeyxlərinə yəni ilahi sifətlər verməsi və başqa hallarda isə onların necə deyərlər, qeybi işlər bilməsi və başqa batıl şeylər var ki, onlar ümumiyyətlə bu baxımdan yəni İslam üsullarına çox zid etiqadlardır ki, hansı ki İslamın həmən etiqadlar yəni kimdə varsa o yəni insan artıq yəni əqidəsi batil yəni sayılmış olur. Və bu baxımdan da burada deməli bir neçə onların yəni şeyxlərinin, yəni bəzi sufi təriqətlərinin, yəni şeyxlərinin bəzi batil əqidələri var və burada buyurur ki, məsəl üçün onlardan Əbu Zeyd Əl-Bestami buyurur ki, güya Allah Subhanahu ona dedi ki, məni bir dəfə qaldıran, dedi ki, Allah Subhanahu məni bir dəfə əli ilə qaldırdı. Yəni mənim əlini qaldırdı və dedi ki, ey yəni Əbu Zeyd, həqiqətən də mənim məxluqatlarım səni sevirlər və səni görürlər və deyir ki, məni öz təkliyi ilə yəni gözəlləşdir. Yəni güya Allah Subhanahu bu həmən bu sufi yəni təriqəsinin şeyxini güya Allah Subhanahu bunu yəni əli ilə qaldırıb, yəni öz yanına qaldırıb və bax ona deyib ki, və mənim məxluqatlarım səni sevirlər, səni demək olar ki, səni çox istəyirlər və özümün təkliyi ilə yəni məni gözəlləşdir. Yəni güya Allah Subhanahu ehtiyacı var ki, kimisə vasitəsilə Allah Subhanahu sevilsin və hətta Allah Subhanahu gözəlləşsin. Bu da həqiqətən də çox yəni batil etiqadlardandır. Və başqa etiqadlardan biri, onun etiqadlarından biri odur ki, yəni danışılan biri odur ki, deyir bir dəfə deyir, mən deyir öz yəni palatkamı, yəni palatka da xeymədə yəni palatka, yəni məsələn insan palatka qurmur. Deyir mən deyir bir dəfə palatkanı arşın deyir üzərində qurdum. Yəni güya yəni orada çünki bəzi hallarda görürsən ki, etiqafda və yaxud da ki, başqa əməllər var ki, yəni sünnədəndir ki, insan etiqaf edən zaman meclisin bir hissəsini yəni bağlasın. Çünki insan vaxtın sahabələr belə eləyirdi, həmsə Peyğəmbər özü də belə eləyirdi. Və baxımdan da yəni bunlar da öz ibadət növlərini çalışırlar ki, yəni sələfləri oxşasınlar və deyir ki, mən deyib palatkanı, yəni qurduğum ibadət yerimi bir də bir ərşin üzərində qurdum. Və bu da həqiqətən də yəni necə deyirlər, yəni batıl əqidədəndir. Həmçində bunun danışılanan biri odur ki, yəni bu Əbu Zeyd Əl-Bestami'nin danışılan biri odur ki, deyir kim məni bir dəfə görsə, deyir artıq deyir öz Rəbbini yəni 1000 dəfə görməkdən yəni əfsərdir. Və şəhər gördür ki, yəni bu cür yəni daha doğrusu burada müəllif çox gətirib onun etiqadlarından çox gətirib. Yəni necə deyirlər, küfrü deməyə ehtiyac da yoxdur. Çünki bunlar həqiqətən də çox azğınlıqlara gətirib çıxardıblar ki, hətta yəni elə hallar var ki, onlar özlərini, yəni ilahi sifətləri özlərində biruzə verməyə çalışırlar. Özlərinin qeybi məsələləri bilməyini iddia edirlər, başqa məsələ etiqad edirlər ki, bunlar hamısı yəni İslamın yəni qayda qanununa, İslamın qoyduqları yəni əqidələrə tamamilə ziddir. Ancaq onların ibadət formasına gəlib çıxanda isə, yəni ümumiyyətlə yəni bəzi təriqətlərdə olduğu kimi, yəni sufi təriqətdə belə bir metod var ki, onların şeyxləri yəni müəyyən bir ibadətin yəni öz ömürlərində müəyyən bir həddə gəlib çatanda artıq onlar bütün ibadətlər onların boynuna düşür. Və onlar elə iddia edirlər ki, namaz, oruc, həcc, zəkat bunlar deyir avam insanların ibadətidir. Yəni cahil avam insanların ibadətidir. Ancaq o şeyxlər ki var, hansı ki onlar yüksək səviyyə çatıblar, çünki onlar dəlil də gətirirlər ki, və abudullah hətta yətikəl yəqin. Rəbbivə ibadət elə, hətta yəqin gəlinə kimi. Və bunlar da yəqin o deməkdir onlardan ki, artıq yəni bu yəqinə çatıb. Düz İbn Abbas bu ayənin səsini deyir ki, yəqin burada mövt, ölüm deməkdir. Yəni Allah'a ibadət elə, hətta ölünə kimi. Çünki ibadət edilənlərin ən əfsəli, yəni Peyğəmbər s.ə.vədir və Peyğəmbər s.ə.v ölənə vaxtdan kimi də ibadətini eləyirdi.
Hətta xəstə olan zaman məscidə gələ bilmədiyi halda 2 dənə sahabədən tutub gələrdi məscidə ki, ibadətini məscidə keçirsin. Və Peyğəmbər yəqinə çatmadıqları halda, yəni bunların bilməyinə görə Peyğəmbər yəqinə çatmadı, ancaq bunların, yəni şeyxləri yəqinə çatdı və bu yəqinə çatmaları oldu ki, namaz, oruç, həcc, zəkat, bunlar avam insanlarındır, ancaq bunların isə yəqinə çatandan sonra xüsusi ibadət növləri var, xüsusi zikir növləri var və iddia edirlər ki, bunlar bu zikirləri, ibadətləri, bunlar bəziləri deyir ki, Allahdan birbaşa götürürlər, güya Allah Subhanahu bunlara vəhy edir və bəzi iddia edirlər ki, güya Peyğəmbər bunları birbaşa iddia edir. Bu da həqiqətən də yəni İslamın, yəni qaydalarını, İslamın yəni qoyduqları üsullara tamamilə ziddir. Və həmçində başqa vaxtlarda görürsən ki, bunlar o qədər azınlıq səviyyəsinə gəlib çıxırlar ki, və onlar iddia edirlər ki, yəni o şeyxlər, hansı yüksək səviyyə çıxanlar deyirlər ki, bunlar o yəqinə çatandan sonra bunların tamamilə başqa bir şəriət olur. Məsəl üçün, Məhəmmədin şəriəti ayrıdır, yəni Peyğəmbərin şəriəti ayrıdır, və bunların şəriəti ayrıdır. Və xüsusən də vaxtədil vücud deyən tərəf, yəni sufilərdən hansı vaxtədil vücudu deyirlər, yəni onlar iddia edirlər ki, yəni sən gördüyün halal, haram bunlarda yoxdur. Onlarda halal, haram hamısı qarşı bir-birinə və sən nəyi görürsənsə, hər şey yəni Allahın vücudu ondadır və bu heç bir də haram deyil. Yəni o ola bilər sənə görə haram olsun, amma həqiqətdə isə bu yəni haram deyil. Yəni bunlar artıq o səviyyə gəl çatıblar. Düzdür, onların şeyxləri ki, görürsən ki, bəzən küfür sözlər işlədirlər və bunlara qarşı mübahisə edən zaman, yəni müridlər öz şeyxlərini müdafiə etməkdən ötəri onlar iddia edirlər ki, güya həmən o şeyxi, yəni bu işlətdiyi ləfsləri Allahla, necə deyərlər, əlaqəyə girdiyi zaman danışıb. Məsələn, onlar o piyan halı deyirlər onlara, yəni onlar çünki zikr şeylərində başdan aşağı yuxarı o qədər fırladılar ki, artıq onlarda baş gicəllənmə halı baş verir. Yəni biz bunu belə bilir ki, bu baş gicəllənir insanda. Ancaq bunlar isə deyirlər ki, bu artıq yəni vəhyin gəlmə momentidir. Biz onlar vəhy deyirlər, ilham deyirlər, ilhamın gəldiyi vaxtıdır və o vaxtda o şeyx ağzından çıxdığı küfür sözü idi, cavabda deyil. Çünki artıq ondan o vaxtı qələm qalxır, yəni yəqinə çatıb, belə vaxt onun ilham olan vaxtıdır, ola bilər ağzından küfür sözlər çıxsın və bu cür hallarla da onlar çalışırlar öz yəni şeyxlərin müdafiləsinə. Amma həqiqətdə isə yəni onların istifadə elədiyi, yəni o danışıqlar yəni küfür danışıqlardır. Və bu ibadət növləri həmçinin, yəni onlar, yəni xüsusi zikirləri, ibadət növləri var ki, yəni o da onların dediyinə görə ilham vasitəsilə gəlir onlara, bu da yəni, başqa insanlar onu eləyə bilməz, bu yalnız və yalnız həmən o, yəni sufi tərqədən olan insanlar üçündür. Ancaq onların zikirlərinə gəldikdə isə, və biz keçən dəsi zikirlərdən danışanda, biz Ticani təriqasının zikirindən danışdıq, onun fəzilətləri haqqında danışdıq ki, o necə böyük fəzilətlərə yəni, bərabər olan bir zikirdir və buna baxmayaraq, yəni neçə sufi təriqəsi varsa, çünki Rifai var, ondan sonra Ticani var, ona Ceylani var, yəni çox sufi təriqəsi çoxdur, ən çoxu yayılan demək olar ki, Rifai, Ceylani, bir də həmən bu Ticaninin tariqasıdır. Yəni bugün sufi aləmində, məsəl üçün Misirdə, Suriyada, Türkiyədə, başqa yerdə yayılan bu sufi tariqaları əsas bu 3 tariqaların qollarıdır. Və bu tariqaların zikirləri də, yəni hər yolun özün zikri də elə iddia edirlər ki, ən yaxşı zikir bunlardadır. Düz bunlar hamısı iddia edirlər ki, bunlara gələn bu zikir Allahdan olan zikirdir. Yəni bu Allahdan bunlara gəlib, ancaq bunlarda həqiqətən ziddiyyət var. Necə ola bilər ki, Allah Subhanahu taala hamısını nazir, hamısı bir-birinə ziddir. Və hamısı iddia edirlər ki, hamısı bir-birinə nəfsədir. Yəni Ticani təriqəsi etiqad edir ki, bunun zikri elədiyi zikir Ceylan'dan əfsəldir, Rifai'dən əfsəldir və başqa Bistami'dən əfsəldir. Və həmçində Rifai etiqad edir ki, onun tariqasının zikri başqa tariqalar əfsəldir və hamısı bir-birinə əfsəldir və hamısı da Allahdandır. Düzdür, bunda isə yəni zikirlərin növləri isə demək olar ki, hamısında eynidir. Yəni nə barədən? Yəni hərəkət növləri eynidir. Düzdür. Bu zikirləri onlar nə zaman edirlər? Əvvəla zikirləri onlar edirlər, əgər onlarda mövlud vaxtı gəlsə, mövlud yəni doğum vaxtıdır, yəni ya Peyğəmbərin doğulmasına bağlı, ya özlərin hansı şeyxləri ilə, və ya da ki, milad, yəni necə deyərlər, bütpərəstlərin bayramı ilə bağlı olan illərdir ki, bu illərdə, bu vaxtlarda onlar yəni bu zikirlərini edirlər. Və bu zikirləri etməmişdən qabaqca onlar
demək olar ki, yaxşı yəni yeyib içirlər, yəni bu məclislərdə onlar yaxşı yeyirlər, içirlər. Sonra isə onların şeyxləri durur və onları başlayır yəni səhvə bölməyə. Sonra isə şeyxin ağzından yəni Allah sözü çıxır və sonra isə artıq yəni onların yəni aralarında düzdür. Bir var zikirdə yığışan adamlar, bir də var qıraqda zikri müşahidə edən insanlar. O qıraqda müşahidə edən insanlar bu vaxtı başlayırlar, yəni xüsusi anaşid formalar var, yəni bunlarda yəni necə deyərlər, musiqi formaları var ki, onlar başlayır onlardan danışmağa. Yəni ki, insanı ruhlandırmadan ötəri, onlarda şeir növləri var, düz burada musiqi alətindən olur. Sadəcə musiqi alətləri isə olur, bəzi yerlərində var ki, yəni bugünkü sufi zikirlərində sintezatorlar da var. Sintetizatör var, dəf də var, yəni videolarda, kasetlərdə bu yerləri var. Yəni bu cür alətlərdən buna istifadə edirlər. Və qıraqdakılar, yəni həmən o müşahidə edənlər, bunlar o anaşidləri oxumaqla bunlar həvəslənirlər. Sonra isə demək olar ki, şeyx olmasa muridi həmən səhvin qabağına gəlir və bəyənilir ki, əlində əhsa kimi olsun. Çünki benim insanın yəni əxlaqına uyğundur. Yəni bunlar əhsanı götürürlər və əhsanı deməli ki, sağa sola hərəkət edir. Yəni ki, elə bir ki, sağdakı bir ağızdan deyir, soldakı bir ağızdan. Yəni elə təsəvvür edir ki, məsələn, əgər ansambl yanır və onun arasında yəni müşahidə edən yox, tosun yəni belə bir həmən bir halda olurlar. Və elə bir şey eləməlidirlər ki, o zikriyə başlamamışdan qabaq onlar hamısı iddia eləməlidirlər ki, yəni şeyxlərini gözlərinin qabağına gətirməlidirlər. Əgər şeyxləri orada yoxdursa, əgər orada da şeyxə baxırlar, əgər şeyxləri orada yoxdursa, onda onlar var gücləri ilə şeyxi gözlərinin qabağına gətirməlidir. Yəni şeyx gözlərinin qabağında olmalıdır. Və həmçində bunlarda, yəni o sufi təriqətinə girməkdən ötəri də insan gedib əgər şeyxləri ölübsə, o gedib şeyxin qəbrin üstünə şeyxə səcd eləməlidir. Hətta bu tariqə girməkdən ötəri. Bax, bu zikirdə isə deməli forması budur. Zikrə qalmamışdan qabaq yeyirlər, içirlər, sonra səhvə yanlar, sonra anaşidlər başlayır oxumağa və sonra murid sağa sola bunları hərəkət elətdirir və bunlar şeyxlərin gözünün qabağına gətirirlər. Və əsas da məqsəd odur ki, bunlar o hərəkətə başlamışdan qabaq yuxarı aşağı baxmalılar. Yəni yuxarı aşağı yəni baxmalılar. Və o zikirləri eləyən zaman bunlar çalışmalı ki, can formasını eləsinlər. Yəni fərdi formada yox. Çünki onlar iddia edirlər ki, yəni o zikrin keyfiyyəti bu camat halında olmasıdır. Yəni tək halda deyir, o keyfiyyəti ala bilmirlər. Və bu zikirləri etmək formasında isə deməli bunlar birinci başlarını aşağı yuxarı edirlər, aşağı yuxarı, sonra sağa sola. Deməli, əsas bunlarda məqsəd la iləhə illallahdır. Ancaq bunlar deməli sağa ləh sözü deyirlər, sola ləh sözü deyirlər. Sonra bir də sağ sözündə haq sözü. Yəni ki, la iləhə illallah. Yəni bu sözü beləncə ixtisarlaşdırırlar. Və tədricən bunlar necə deyərlər, qızışdıqca, yəni zikirləri qızışdıqca, yəni bunlar başları gizlədikcə güd həmən o sözü tamamilə ixtisar edirlər. Və qalır bizə Allah sözü. Yəni ki, la iləhə illallah demirlər, sağa sözə Allah. Yəni həqiqətən də belə baxanda, yəni dəli formasındadırlar. Çünki onlar bəyənilir ki, uzun saçlı olsunlar, ki, dar paltar olmasın, geniş paltar olsun. Çünki bədəndə nə qədər çox, yəni ola bilər boyunlarına da ağır nələrsə sallansır və bunlarda ümumiyyət xuşunu, namazı onların zikirlərində bunların təqvasını qaldırır. Yəni paltar sallanmalı, saç uzun olmalıdır. Belə halda isə deməli yuxarı aşağı sağa sola, axırda yəni Allah sözünü ixtisar edirlər, bizdə bu söz hu sözü qalır. Yəni hu, sağa hu, sola hu. Yəni həqiqətən də yəni çox pis haldır və bu halda isə bunlar zikirlərini davam edirlər və o dərəcədə mürid də bunların başının üstünə dayanır və mürid də hərdən bir Allah sözünü işlədir. Yəni Allah sözünü işlədir və belə halda isə bunlar zikirlərini davam edirlər və artıq onlar yəni ağılları özlərini çıxmaq səviyyəsinə çatır. Necə onlar yəni Allahla ünsiyyət bağladıqları momentdə artıq demək olar ki, Peyğəmbər bunların məclisini ziyarətə gəlir və onlar deməli məclisin halqanın bir tərəfindən ayrılırlar və deməli oraya baş əyirlər. Deyir ki, Peyğəmbər gəlir bunlara salavat deyir və belə halda yəni bunların yəni zikirləri bitir. Yəni bu bunların yəni zikir formalarıdır və həmçində bunların zikirlər vaxtı bunlarda rəqslər də bəyənilir. Düzdür, rəqslər bunlarda tək kişilər, tək qadınlar deyil, rəqslərdə bəyənilir ki, kişi qadın bir yerdə olsun.
və orada naməhrəm söhbəti yoxdur. Yəni orada heç bir problem yoxdur. Çünki hamısı bir-birlərinin bacı qardaşlardır. Və bu rəqslərdə isə düz bunlar bu batillərinə düz sünnədən dəlillər gətirirlər ki, Peyğəmbər s.ə.v daha da düzgün hədisdir ki, Benim iki dənə cariyə oynayanda ona baxdı, heç nə demədi. Həmçində Ömərlə Əbubəkir yarası biz də oynayardıq, amma yaxşımız çoxdur. Yəni bu cür batil şeylər uydururlar özlərindən, bunlar edikləri sünnədəndir. Və zikrin, rəqsin forması isə demək olar ki, yəni onlar uzun, geniş paltarlı olmalılar və əllərini açıb və halqa formasında zikr yerinə fırlanırlar. Yəni bunların zikirlərində etdiyi rəqslərdir. Və qadınlar da bu cür eləyə bilər, kişilər də bu cür eləyə bilər. Və kişilər qadınlar bilsə, bəyənir ki, kişilər də geniş paltar giyinsin ki, onlar da paltarları, yumru, qadınlar kimi yumru fırlana bilsin. Bu bunların zikirlərində etdikləri rəqslərdir. Daha doğrusu rəqslər bunların zikirlərinə əsas yerlərdən birini tutur. Və sonunda isə bu sufi təriqətinin imamlarının, şeyxlərinin, dahilərinin kəramətləri də çoxdur. Ancaq ki, kəramətlər nə Peyğəmbərə, nə sahabələrə, nə tabinlərə heç birinə verilməyib. Və bunların necə deyirlər, kəramətlərindən biri odur ki, məsəl üçün suyun üzərində gəzmək. Yəni suyun üzərində bunlar heç bir problemsiz, çətinlik olmadan suyun üzərində gəzə bilirlər. Və sonra kəramətlərindən biri odur ki, bunlar uça bilirlər. Yəni müəyyən məsafəyə, çünki onlar iddia edirlər ki, bunların şeyxləri 5 namazı Məkkədə qılıb gəlir. 5 namazı Məkkədə gedib qılıb gəlir və cümələri də orada otururlar, çünki orada fəzilətlidir. Yəni bunlar heç bir şey uçub gedə bilirlər. Yəni bu bunlarda etiqadlarında var. Biz soruşanda onların birindən görmürsən, heç biri görür, sadəcə inanırlar. Və desin də dedi ki, şəkk eləmə, belə olar, elə olar. Və bunların kəramətlərindən biri odur ki, şeytanın bunların oynaması. Yəni nə barədə oynaması? Çünki bunlar şeytana o qədər yaxındırlar ki, şeytan da bunlara başlayır sözlər eşitdirməyə. Ola bilər Allah sözü eşitdirsin, ola bilər Quran sözü eşitdirsin və bunlar bunu özlərində kəramət sayırlar. Düzdür. Və bəzi onlar şiddətli dərəcədən çatıblar, kəramətin ən yüksək dərəcədən çatıblar ki, bunların şeyxlərin əllərində kun fəyəkun var. Ol deyəndə olurlar. Yəni ki, nə idisə ol, məsələn sən desən ki, filan şey olsun, ol, o da olur. Və hətta ki, ölümü dirildir. Yəni bu bunlarda ən yüksəlində bu şeylər var və ən çox da bunlar, necə deyərlər, bu da ən çox şeyxlərdə, sufi şeyxlərində ən batil etiqadlarından biri budur ki, daha doğrusu onlarda kəramət demək olar ki, dərəcələrləndir. Yəni ən yüksək kəraməti olanlarda kun fəyəkun əllərində olur. Yəni elə bir ki, onların əllərində şeyli, çubuq kimidir, nə edirlərsə o da olur. Və həmçində bunların aşağı təbəqələrdə də odur ki, onlar canlı olmayanların dillərini bilirlər. Məsələn, daşın, qayanın, ağacın dillərini bilirlər. Yəni o danışır, bu qulaqsır, bu ilə danışır, bu ilə danışır. Həmçində bunların cəmaatı Allah'ın üsullarından da biri odur ki, bunlar həmən o səhnəni əvvəlcən hazırlayırlar. Məsəl üçün, Şeyx Albaninin tələbələrindən biri var idi, tələbəsi deyildi. O özü Suriyada yaşayan sufilərdən biri idi və ona demişlər ki, Yardaniyada vahabi var biri, yəni Albaniyada bir vahabi var, cəmaatı yoldan, tofilə dəvət edib yoldan çıxardır. Bu insan da deyir ki, mən də deyir ki, Şeyx Albanı öldürməyə gəlmişdim ki, gedim görüm ki, insanların öz yoldan çıxardır. Və gəldim, gördüm ki, bu insan yanında insanlar oturub və Quran sünnədən danışır və oturdum, qulaq alsın və dedim ki, siz deyən vahibi, mənə vahibi deyir, vahibi budur, deyir, hansı vahibi, başa saldı nədir? Bildilər ki, söhbət nədən gedir? Buna başladılar o kitablardan verməyə. Tevhid kitabı, Kəşf-i Şübhət, Usul-u Sələsə, belə kitablar veriblər. Bu oxuyub və görür ki, həqiqin bunlar deyəndəndir. Və sonra bu deyir, artıq deyir, mən deyir, bunu biləndən sonra edir, mənim yadıma şeylər düşdü. Sufilərin, yəni biz sufi olan zaman elədiyimiz fıldaqlar. Yəni fıldaqlardan biri oydu ki, əgər bir cəmaatın şeyxi özünün qeybi bilməyini iddia edirsə, sübut eləmək istəyirsə, əvvəlcən müridlərindən bəzindən deyirdi ki, mən filan şey etsəm, sən filan şey gətir, filan şey etsəm, filan şeylə, yəni nə barədə, güya, məsəl üçün, filan söz deyəndə, mürid cəmaata nəsə deyir, asla deyib axı, güya buna mələklər buna çatdır, deyir, sən filan şey deyir, amma əvvəlcə bunu hazırlayıblar. Deyir, məsəl üçün, filan şey deyəndə,
qələm çıxardır, qələm filan qələmdir, filan şey, əvvəlcə bunu hazırlayırlar. Və ya da deyir ki, onlarda üskü kimi şey var, yəni üskü, bizə də cahillər edirlər, bunlarda bu şeylər var, onun fırdaqlarından danışır. Güya ki, məsəl üçün, o üsküyü bilir hansının altından, əslində isə altdan əllərlə bilirlər hansı hara gedir. Və ya da deyir ki, o şişi bədənlərinə keçirməyə barəsində. Deyir, şişi elə keçirdirlər ki, məsəl üçün, şişin deyir, ucunu, yəni iti eləmirlər, deyir, şişin qıraqlarında rezba halında eləyirlər. Və deyir, insanın deyir, mədəsinin qarnı tub qabağa çəkəndə, o içərdən mədəsini dala çəkir və dərinin də, onun da ucuna deyir, hansısa maddə deyadınasa onu vururlar və ətin bu yandan çıxarıb o yandan keçirlər. Yəni, bu insan artıq, sufiliyin artıq fıldaqlarından yəni gəlib danışırdı ki, ondan idi bu belə fıldaqlarlar. Və bu cür fıldaqlardan da, yəni, kəramət iddiasında olanlar, bu sufilərin, şeyhlərini bu cür şeylərdən istifadə edirlər. Yəni ki, güya nəsə səs eşitdilər, və ya da nəsə elədilər, hansı ki, beləliklə də onlar, yəni şeytan bunlarla oynayır, onlar yəni avam insanlarla yəni oynayır. Və həqiqətdə isə insanların isə bu sufi təriqəsinə düşməyin səbəbi isə yenə dediyimiz kimi ən birinci insanların öz dinlərinə uzaq olmasıdır. Yəni insan, necə deyərlər, məsələn, cahil insan olsun, dindən xəbər olmasın və görsün ki, halda şəklində oturub zikr edirlər və sən gəlib onlara desən ki, bu olmaz, bidətdir, yenilikdir, gəlib cahil sən deyir ki, nə üçün müşaçıq eləyirsən, nə üçün mani olsan onlar Allah'a zikr edirlər. Ancaq o başa düşmür ki, beləncə zikir bunun da sünnədə yoxdur. Beləncə zikir bidət zikirdir. Aydındır. Və də ki, görsə ki, məsələn, batıl şeylər edirlər, yəni insanın nəfsi, şeytan batıl şeyləri insana gözəl göstərir. Və o cahil insanlar da bu cür insanla qarşılaşanda Allah'ın onların ağsaqqallığına, əllərində əsa, dişlərində misal, başında əmmama və deyirlər ki, bunlar övliyadır, belədir və görürsən ki, bir işlərlə xurafat şeylər eşidirlər ki, filankəsi dirildi və ya da ki, ölüsün qaytar neynədir və belə hallan insanlar, yəni cahil insanlar belə şeylər allanırlar. Əsas səbəb də yəni dindən qafil, dindən uzaq olmalıdır ki, ümumiyyətlə yəni insan dinini öyrənməlidir, bilməlidir, hətta belə zəlalətlərə düşməsin və beləliklə də yəni Allahın izni ilə yəni bu sufi firqəsinin haqqında məlumat çıxardı və inşallah gələn dəstə isə yəni inşallah murciələrdən başlayacaq danışmağa, hansı ki murciələr də necə deyərlər, keçmişdə olduğu kimi və bu əsrdə də bunlar mövcuddular. Həmsə bu murciələrdən danışanda da yəni danışacaq ki, necə ki bəzi İslam alimlərinə də bu murciəlikdə ittiham ediblər, yəni hansı ki təkfir cəmaatı, başqa cəmaatlar, yəni Şeyx Albani kimi, Hüseymin kimi, Bas kimi alimlərə murciə adını veriblər və Allah subhanahu hamıya hidayət eləsin və gələn dəstə inşallah və düzün Allah bilir. Və sallallahu Muhammedi və aləli Muhammed.